dərəcənin altında illərlə işləmiş insan həyatında ilk dəfə 45 dərəcə istəyirəm, buranın 45 dərəcəsi başqa şeydir, oranın ki başqadır. Onu ilk dəfə görürdüm və 6 ay özümə mənim burada nə işim var dedim. 6 ay mən bəlkə daha qayıdım, bəlkə daha. 6 ay sonrası bu gün oranı mən barmağımı sorarım. Çünki o vaxtı özünüzə verin. Bir ildə özün, bir ilin tamamında bir dənə özünüzə verin ki, mənə lazımdır bura, yoxsa yox. Və bizim bəzən qorxumuz budur. Başqa yerlərdən o deyil, başqa yerlərdən tupa bilirəm. Nə qədər ki, bura var, mən burada bərk-bərk yapışım. Azərbaycan mümkün sonradır, burada iş sahəsi çoxdur. İşini bilən adama rəqabət də azdır, çox azdır. Nə qədər adam dairəydən, nə qədər adam fiyakəsiz, işini bilmir, gəl 30 lira olur. Sən işi biləndə hər kəs, komanda belə səndən mühtəz alır, səndən şey alır, düşürlər. Yetər ki, bir dənə tarifiniz olsun, gələcəm bura, heç kimə zərər vermədən işimi öyrənəcəm, işimi görəcəm, edəcəm. Qoymayacam mənə istifadə eləsinlər, nə kolleqlara, nə də rəhbərlik. Nəyi gedə bilərəmsə konferansiyası, xanım dedi ki, demirlər gül. Gülün və nə olur ki, yəni gülməklə nə olacaq, düzdür mü? Biraz gülün, biraz ona gülün, biraz buna deyim, bitər ki, ondan sonra vəssalam. Elə ki, gəldim, senior oldum, öz qaydalarını qoyacaq. Gülmə insan özünə edə biləcək ən böyük yaxşılıqdır. Çünki beyin yaxşı bir ağ olduğunu düşünür, çünki üz əzələri... Amma xanıma deyirlər ki, gözün atmalı birinə gül deyirlər. Yəni ki, halbuki həmin adamlara göz atmır gül. Amma o xanıma deyir ki, sən qadın kollektivində işləmirsən ki, qadın kollektivində kişi kollektivində